Amma sən bunu millətləri, insanları və o qədər ədəbsizdir ki, dövlətləri istəyirsən etkiləyəsən o Şəhriyarla. Onun ruhu axır-axırdakı şeirinə də baxır. Allah, barilaha, bu şeytanlardan bizi qutar. Ballalar deyil. Şəhriyar oxular deyil. Sən oxuy. Hə? Oxumazsan. Ona görə də sən bu gün də bayaq siz düz buyurdunuz. O da nədir? Deyirsən ki, doğrudan da bunda demək ki, bir damla, bir damla. Bunda sədaqət varmı? Yox, yoxdur. Yox, yoxdur. Əlbəttə Azərbaycan prezidenti dövlət başçısıdır. Ondan sonra çağıracaq, qarşılayacaq da, xoş da gəlib sən bizimki də gedəndə oradı filan, protokol var filan, var filan. Amma məsələ budur, nə oldu ki, elə səni orada atdılar ki, o gecədə elə prezident zəng açdı sənə. Başladın farsça danışmağa, filan filan, tərcüməsi, filan filan. Olsaydı sən də, heç olmasa. İndi deyəndə də bir də zadına deyir. Prezident Heydər Əliyev də gedib oturmuşdu orada, dedi ki, nə tərcüməçi, nə filan, özümüz danışan, nə Rusa, biz müstəqil Azərbaycan. Və deydin də orada cənab prezident İlham Əliyev. Heç tərcüməçi zat lazımdır, qardaş. Bizim özünə Heydər Baba deyirsən bir yandan, Şəhriyar deyirsən bir yandan demək ki, cəsarətin varı danışırdı. Gör sənin qaydanda qulağı çəkib hara çıxardacaqdılar. Necə ki, o keçən dəfə mədəniyyət günündə, kültür günündə Təbrizatı Tehranda, Təbrizin kültür günündə Tehranda istədi şöyle gəldi, bir dənə məmur zığazı, gəldi belə də oxumadı, bu zaten nə vardı, bir dənə şeirdi də. Hə? Və bir də bir şey var, 45 ildə sən Azərbaycanın milli hərəkatındakı o boyda hərəkat var, istiqlal uğrunda, azadlıq uğrunda, bağımsızlıq uğrunda, özdə çeşidli hərəkat var da. Baba sen hardaydın ama sen bilirsən nə qaydın. Yalandan gəldiniz ki, İran adlanan yerdə o zamanda bir baraj yaradasız. Sonrasından gəldiniz dediniz ki, fraksiya yaradaq. İran adlanan məclis. Sən də məclisdeydin. Hamı da gəldi yazır 100 nəfərlə sonra nə oldu? Sən çıxdın dedin ki, ağa demişdi yaradın, ağa demişdi bağladıq. Nə var gedirsə o becanələrin bayrağını, Azərbaycan bayrağı, gözün kör olsun. İsrağa gündəki nə də demək ki, o meydanda, futbol meydanında mübarək Azərbaycan bayrağı açıldı. Hər kəsin əlində tutsaz elə demək ki, həm zindan, çörəyində kəsəcəksiniz, abırsız da edəcəksiniz, zindana basacaqsınız. Niyə Azərbaycan bayrağı açılır? Özünlə, mediazda hər yanda deyirlər. Nə olur bu Azərbaycanda? Futbol olur. Ondan sonra hamı gəlir orada İran bayrağı çıxarda. Bunlar gedirlər orada Azərbaycanda Türkiyə bayrağı çıxardır. Onlar pınzad almırlar, onlar təşviqat almır. Ürəkdən gəlir o Azərbaycan bayrağını çıxar. Bilir Azərbaycanlıdır, bilir Türkdür. Və bu dövlətə inanır, sənə inanmır. Fəqət bir şey söyleyeyim. Əgər kişisənsə, oradan gücün çatırsan. Sabah Təbrizdə bir dənə sorğu. Referendum da demirəm, sorğu. Gör İlham Əliyevin reytingi səndən çoxdur, ya sənin reytingi. Hə? Öyle də deyil. Sabah deyir ki, zaman normalda dünyada hər yanda var da, bir dənə yoxlama, hər yanda var. Bir günlərdə Kanadada seçkilər gedir, bir dənə yoxlama, soruşun. Görün Azərbaycan deyirəm, Təbrizdə, Ərdəbildə, Urumiyədə. Soruşursun ki, İlham Əliyevi çox istəyirsiniz filanı. Deyirlər ki, qalib adamdır, Qarabağı. Soru keçməyə ehtiyac yox, nədən bəlidir o? Yox da, məsələ, demirsən deyirsən, mənim orada gəlmişəm. Onda gör nə olacaq? Heç o sözü ağzına gətirə bilməzsən. Amma gəlibsən burada, ay gəlmişəm Qarabağdan bizə pay verin. Sən Qarabağda üzüm var, sən pay verilər sənə. Mescidləri at-qatır yuva eləmişdir, donuz bağlı sən kömək eləmişdin. Triyəşi, heroini doldurmuşdur orada silah. Mən demirəm, bunu Ruslar deyirdilər. Rusum da müdafiə nazir. Doldurmuş sonra indi gəlibsən desən Qarabağda məni şərik elə, gəlim orada düzəldim. Qarabağ sən gec gəlibsən. Qarabağ abad oldu. Xankəndi düyünlər demək ki, hamı oradadır. Şah abad olubdur, gedibdir. Salam, hər vaxtınız xeyir olsun dəyərli Media Türk TV izləyiciləri. Gündəm masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmail hər zaman olduğu kimi regionda baş verənləri olan bitənləri masa ətrafında müzakirə etməyə çalışacağıq. Ənənəvi ricamızı isə bir daha xatırladırıq. Solda like, yəni bəyənmə, sağ tərəfdə isə kanalımıza abunə olun işarəsi yerləşir. Mütləq hər ikisinin üzərinə toxunmağı unutmayın ki, danışacağımız önəmli, çox vacib proseslərdən sizinlə bərabər daha geniş auditoriya məhz Media Türk TV vasitəsilə məlumatlı ola bilsin. Bugün İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan dövlət başçısı İlham Əliyevlə iki tərəfli görüşü baş tutdu və görüşdə bir çox məsələlər ətrafında müzakirələr edildi, konkret mesajlar səsləndirildi, diqqət çəkin məqamlar çoxdur. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsindəki gərgin gedişat qaldığı yerdən davam edir və bu ərəfədə Rusiya prezidenti Vladimir Putinlə çox maraqlı bir qərar gəlib. 9 may paradı öncəsi Ukraynada bir günlük atəşkəs elan olunacaq. Yəni 9 maya təsadüf edəcək həmin gün və bütün döyüşlər cəbhə boyu istiqamətlərdə dayandırılacaq. Ümumiyyətlə bu səpkidə addımlar, çağırışlar dəfələrlə Rusiya rəhbərliyi tərəfindən müəyyən formada ortalığa gətirilib, ancaq bunun heç biri uzun müddətli bir tarixi əks etdirməyib.
Bir neçə dəfə Amerika Birləşmiş Ştatları dövlət başçısı Trumpla Putin və Zelenski arasında edilən danışıqlar, zənglər, görüşlər atəşkəsin əldə edilməsinə hesaplanan müəyyən çağırışlarla nəticələnsə də, reallıqda yenə də qeyd etdiyim kimi bu bir neçə gün içərisində yenə də pozulub. Konkret olaraq tərəflər bir-birini ittiham ediblər. İndi isə Putin yenidən atəşkəslə gedir. O da bir günlük, 3 ildən artıqdır davam edən müharibənin bir günlük atəşkəslə elan olunması nəyi dəyişə biləcək, necə bir proseslər bizi gözləyir, bu və digər məsələləri də ətraflı şəkildə studiyamızda dəyərli qonağımızla müzakirə etməyə çalışacaq. Bizimlə bərabərdir Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı, Güneyli siyasətçi Əjdər bəy Tağzadə. Hər vaxtınız xeyir olsun Əjdər bəy. Hoş gördük bəy. Salamlayırıq və dəvətimizi qəbul edirik. Studiyamızda olduğunuz üçün təşəkkür edirik. Borcumdur. Var olun, təşəkkür edirik. Çünki sizin də studiyamızda olmağınız regiondakı proseslərə və baş verənlərə bizim ətraflı şəkildə mövqeyimizi ifadə etməyimizə böyük ölçüdə yardım edir, dəstək göstərir. Çünki siz Güneyli ictimai siyasi fəal, Güneyli siyasətçi, Güney Azərbaycanlıların haqq səsi olaraq uzun illərdir bu məsələlərin içərisindəsiz. İndiki məqamda İranın Güneyin daxilində çox maraqlı, gərgin bir gedişatın hökm sürdüyü ərəfədə İran dövlət başçısı Məsud Pezeşkiyanın uzun vaxtdan bəri nəhayət ki gözlənilən səfəri bugün baş tutdu. Azərbaycan prezidenti İlham Əliyev digər qonaqlara olduğu kimi İran prezidentinə də lazımı olduğu qədər hörmət və ehtiram, səmimi görüntülərlə yadda qalan bir münasibət bəslədi. İki dövlət başçısı qucaqlaşdılar, səmimi müzakirə etdilər, önəmli məsələlərə danışıldı. Zəngəzur dəhlizi və digər məsələlər ətrafında fikirlər ifadə olundu. Nə gözləmək olar? Pezeşkiyan Türk olduğunu iddia edir və bu istiqamətdə müəyyən addımlar atır. Hər halda görüntülər etibarilə xoş təqdim olunması gərəkən bəzi səpkidə müəyyən addımlar atmağa çalışır. Şeirlər söylüyor, ana dilində danışır və s. Bu da Azərbaycan cəmiyyəti, Güney Azərbaycanlıların da müəyyən qədər rəğbətini oxşamağa hesaplanan müəyyən addım kimi dəyərləndirilə bilir və ən azından da eyni şəkildə də reaksiya ilə qarşılanır. Amma bu hadisələrin görünən tərəfləridir. Görünməyən tərəflər isə İran, Fars molla rejimi hər zaman bu kimi gedişlərlə Azərbaycana özünü daha yaxşı, daha belə deyək, müsbət simada, müsbət pozitiv notlarla göstərməyə çalışır, amma bu da müəyyən bir periodik dövrü əhatə edib. Yəni tam olaraq Azərbaycan-İran münasibətlərində biz 30 il ən azı götürsək, heç də onların bizə səmimi olduqlarını deyə bilmərik. Yəni azı 44 günlük Vətən savaşı, ondan sonraki proseslər, indi də Zəngəzur dəhlizinin əleyhinə olmaqları, hər halda bunlar tarixən bizim bildiyimiz bir şeylərdir. Siz indiki real vəziyyəti, Pezeşkiyanın Bakıya səfəri, gözləntiləriniz və indiki təəssüratlarınız necədir? Təşəkkür edirəm bəy. Mən də bizim seyirciləri, əziz Azərbaycanlıları, Türk millətini salamlayıram. Bilirsiniz nə var? Tarixə bir dönüb baxmaq lazımdır. Bəzi vaxtlarda yorucu da olsa belə dönüb baxmalıyıq. Cumhuriyyətimizi quranda 1918-20-ci ildə demək olar ki, hələ baxmayaraq ki, o zaman Qacar dövləti idi, amma Qacar dövlətinin də pis günləri idi və gücdə keçmişdi İngilo demək ki, Rusların əlinə, Rus o İran adlanan yerdə və o zaman da bunlar çox ağırlıq çəkirdilər ki, Azərbaycan Cumhuriyyətini tanısınlar, ondan sonra niyə adını Azərbaycan qoyublar, belə-belə düşmanca yanaşdılar və hətta o zaman da İran adlanan yerdə Şeyx Məhəmməd Xiyabani hərəkatı 6 aylıq Azadistan belə var idi. Onun demək ki, mən hələ demək ki, istəmirəm o içəri girəm ki, nə gedirdi Təbrizdə filan, onlara getməm. Amma demək ki, İran adlanan yerdə bu rəsmilər, o bəzi bəllidir hansı dəstələr, o Şeyx Məhəmməd Xiyabaniyə qarşı hücuma keçdilər ki, sən demək ki, marağın Azərbaycanın quzeyinədir, bu Cumhuriyyətə tərəfdir və bütün Azərbaycan məsələsi söhbətlər gedirdi. O qədər sıxışdırdılar ki, onu ora Azadistan adı qoydular filan və gələcəkdəki İran adlanan yerdə Qacar dövlətini oğurlayanlar, ingilislərin əli ilə oğurlayanlar elə həmin adamlardılar ki, gələcəkdə padişah oldu, dırnaq arası, Genəlqurmay Başqanı o zaman Xiyabani dönəmində bunlar əl-ələ verdilər, Hacı Mehdiqulu Hidayət filan Xiyabanını getdilər, Təbrizdə dostu idi, öldürdülər, özü demokratdır, Demokrat Partiyasından, İran adlanan yeri, öldürdülər və filan. Və demək ki, hətta bu deyirlər ki, qorxuludur bu Azərbaycan, birdəmirə bu cür ki, ayağındır ev Azərbaycan. Və bu Xiyabanın əhvalında bir dənə orada cümlə var, Xiyabani o təzəddüd həyatında deyir, orada bir cümlə var, daha çox çətin duruma düşəndə, yaxşı da danışandı, səsi də çox güclü idi. Orada bir cümlə dedi, ey Azərbaycan demokrasisi. Yəni bu tarixə düşür, çox adam ona baxmırlar, amma o cümləni deyibdi, içindən yanırdı. Ondan sonra və Azərbaycanın siyasətçiləri demək uzun sürəli həmişə o arzuları ürəklərində gedib və beyinlərində gedib. O taylı bütün Azərbaycanda və bu günlərdə sevindiricidir ki, yəni bizim hələ ölkənin bir bölgəsində bağımsızlığımız var. Düzdür.
bu rahatlığa əldə olmayıbdır. Amma bu günləri İran adlanan yerdə olan demək ki, bu dövlət əsasında bu fars dövlətçiliyidir. Və demək ki, gətirənlər kimdilər, niyə gətirdilər? Bu oyunu yaradanlar kimdir? İndi yaxaları kənara çəkirlər filan edirlər və Batı dünyası misal üçün Amerikanın da səfirliyini tutdular. Amerika Tehrana qarşı savaşmırdı. Kömək eləmişdi. O demokratlar kömək elədi. Jimmy Carter də, Kennedy dövründə də kömək elədilər. Pul da verdilər. Xumeyni'nin gəlməsinə, Məhəmmədzanın aparmasına. Məhəmmədzani demək ki, padişah eləyənlə bunlar oldu və İngilistanın da köməyi də və amma demək ki, səfirliklərini də tutdular 444 gün Tehranda və getdilər demək Dəhranda partlatdılar. Amerikanın soldatlarını öyle Beyrut'a partlatdılar. Başqa yerlərdə terror elədilər. İlya Şimin də tuturlar, geri saxlayırlar, pul alırlar. İngiltərənin səfirliyini yandırdılar ondan sonra. Yəni İngiltərə bunların göbəyin kəsəndi filandı. Batı dünyasında hər kəsi deyibsən bunlar dalayıblar. Yəni həm giro tutsunlar, həm filan etsinlər və Batı da altdan siz də belə fikirləməyin ki, Batıda siyasətçilərin hamısının əli təmizdir. Elə deyil. Belə də göstərirlər ki, bu təmiz siyasəti elə deyir. Dərbədəndə görürsən ki, bura nə qədər oyunlardan çıxıblar ki, rüşvət almaqdan, ondan sonra başqa bunlar nə oyunları varmış ki, inanmazsan. Amma başqa bir şey vardı. O demokrasi məsələsi var. O üç qüvvənin ayrılması məsələsi var. Qanun verici, qanun qorucu, icra edici. 400 ildən çoxdur ki, bir dənə ciyə kimi buranın boğazındadır. Qutara bilmirlər. Bir tərəfə qaçır parlament yaxası, hüquq yaxasını tutur, bir tərəfə qaçır, demək ki, nə deyirsiniz, jurnalistlər yaxasını tutur, bir tərəfə demək ki, başqa rəqib partiyalar yaxasını tutur. Çox çətindir. Misal üçün bu günləri Fransanın 2 dənə prezidenti məhkumiyyət adlandırırlar. Min dənə zatları var, elə çoxları belədir. Ona görə də, amma İran adlanan yerdə, demək ki, bu corsumaya fəsadı gətirib oturdanlar İngilislər, bu Avropanın siyasətinə girəndə Aybəz və Amerikada da çox adam belə fikirləyir ki, Amerikalılar, Avropalılar gecə gündüz yuxuları aparmır ki, vay, niyə bu yaxın doğuda, demək ki, Kiçik Asiyada, bizim tərəflərdə demokrasi yoxdur. Ağlayırlar. Elə bil ki, bunlar demək ki, arzuları budur ki, bu aralarda bir demokrasi. Demokrasiya doğrucu demokrasi. Sandıq, seçki, ondan belə filan qanunlar. Elə deyil. Elə deyil. Onlar başqa cürdür. Yəni, bu oxuyanda, tarixinə də, bu günə də baxanda görürsən ki, bir nəfər cinayətkar vardı, mən onu zindanda da görmüşdüm, evin zindanında da idi filan. Axırda belə oldu ki, fələk bunu vurdu, minlərcə adamın ölümündə bu rəisi ilə, keçmiş bu İran adlanan yerdə prezidentlə iştirak eləmişdi. Bu adam getdi, axır ilişdi bu təzəlikdə, İsveçdə. İsveç dövləti, baxmayaraq ki, biraz da Simic dövlətdir. Amma nə qədər pullar xərclədilər, 1 il məhkəmələri 1 il. Adama da demək ki, zindan çıxdı filan. Adam kef eləydi ki, qanun görünə sərgilir. Amma axırda nə qayırdılar? Belə xərcləmə, belə filan. Altdan Tehran rejimindən danışığa keçdilər. Baxmayaraq ki, İran adlanan yerdə bir türk kökənli alimi çağırmışlar orada, gəl, Cəlayevlər, onu indi də zindanda deyil, ölüm altındadır. Neçə il olub beçərə. Onu buraxmadı, amma öz cinayətkarını İsveç dövləti, o hakimiyyət, iqtidar müxalifətin partiyalarında yavaşcalı buraxdılar. Adam gedib indi Tehranda meydan oxuyur. Deyirsən ki, buranın axsaqlığı buradandır. Yəni, niyə bunları söylədim? Tehran rejimi ilə əli əllərdədir. Və bu günlərdə, indi mən ona qayıtmıram çünki zadımız deyil, amma bu günlərdə, elə bu günləri səhər, yəni dünən axşam gününüzü deyək da biz. Trump'ın danışıqlarına baxanda deyirsən ki, burada sıçamçı oyunu gedir da. İndi o Putin məsələsinə qaydanda mən söylərəm. Deyirsən, burada bu İran adlanan yerdə sıçamçı oyunu gedir və İran adlanan yerdə bu söhbətlərin dalında Amerika ilə, bunların söhbətlərin dalında nüvə silahıdır, neyəcək, nüvə ilə 6 dənə bomba düzəldə biləcəklər, cəmin cümlətani. Gedib Amerikanı vuracaqlar, yerindən yeksan eləyər. Və İsraili hazırdır hər şey. Deyirsən, ben nədir? Bir dənə gizli söhbət var. O nədir? Bizim dövləti 44 günlük savaşdan 30 il bu demək ki, bizim dövlət balaca dövlət yeni bağımsızlığını əldə edib, 1000 dənə çətinliklə bu 30 il içində bir dənə Damokles qılıncı da saxladı, erməni dəstəkləsin, teröristləri dəstəkləsin, irtizacılığı, mühümmatçılığı, amma bir şey də vardı. Həm Türkiyə Cumhuriyyəti dövlətini, həm də Azərbaycanın Rusiya ilə də elə razılığa gəldilər. Yəni İran adlanan yerin o topraq bütövlüyü, tamamiyyət ərzi deyərlər ona. Bir dənə termindir ki, hamı da bunu bilir, başlar gedir həmişə. Həm topraq bölgüdə deyir ki, bütövlüyü qorunmalıdır, həm də mallaların fars dövlətçiliyində hakimiyyəti qorunmalıdır. Deyir, bu 2 dənəni qoruyun, saxlayın. Bizimlə də danışıqlarda qoruyun, saxlayın. Nə deyirsiniz? Bunu eləyək də, gedək razılığa. Terörün həm çəkərik, dalın həm. İndi də qapalı qapılar arxasında mallalar bunu istəyir. Rusiya ilə, Çin ilə də buna razılığa gəlir. Biz qoruruq, narahat olmaq. Rusiya 200 ildir bu sözdür. İndi də
Amerika ilə də söhbətdir ki, onda bizi ki, sıxışdırılmışıq hər tərəfdən, demək ki, yıxılaq, daxildə çətinliklər hər tərəfdən əlovlanıb, millətlər ayaqdadır, insanlar ayaqdadır filan filan və bunların ideolojik bu hakimiyyətləri sıxışdırıb millətləri. Ona görə nə edirlər? Deyirlər ki, bu İran adlanan yerdə əlovli bir qalxınma olacaq, əlovli bir dənə inqilablara bənzəməyən, hətta inqilabdan da pis bir şey olacaq. Ona görə də nə etdilər? Axırda fırlandılar. Siz orada söylədiniz, dövlət başçısı gəlib Azərbaycana. Hansı dövlətin başçısı? Hansı dövlətin? Sən deyirsən axı. Sən deyirsən, Trump axır qaldı. Dünən İsrağa gün dedi ki, mən axır Xamenei ilə danışam. Qərarı o verir. Dövlət odur. O da oranın ağasıdır. O da hər şeyə demək ki, çıxdı da bu adı nədir? Pezeşkiyan. Bir-iki ay bundan qabaq o meydanda çıxışdı, inqilabın il dönümündə çıxdı, dedi ki, mən deyərdim Amerika ilə danışaq. Amma ağa dedi, yox. Hər şey söhbətini de, ağa dedi, yox. Sən nə zördür, sən hesab eləyin ki, siz bir dənə dövlət başçısı küllü dünyada. Qayda deyək ki, yox da mən gərək edib gəyişəm. Nə bilim, papa ilə gəyişəm, kim ilə gəyişəm filanla deyirlər ki, parlamanla olar. Amma ağa deyəndə bəs sən kimsən? Sən bəs hansı dövlətin başçısısan? Dövlət əgər vardırsa yox. Amma bir dənə kukla dövləti hər zaman Tehran rejimi demək ki, birini atıb qabağa, ya duzdadır bilməyəm, ya yox, Əhmədinəcadı gətirdilər, dedilər ki, 3000-ci ilin yeni əsrin demək ki, möcüzəsidir. Bunu Xamenei deyirdi. Deyirdi özü, mənim yaxın dostum Rəfsəncandan sonra mən bu Əhmədinəcada inanıram. Bu Əhmədinəcad da demək, əli tətikli olmuş da şəkilləri var, hər şeyi var, subut var. Adam qalmayıb qırmışdı, hələ prezident olmamışdan qabaq. Ərdəbilə də vali göndərmişdilər, Ərdəbili talamışdı. Neft ambarlarını filanı məhkəməsi var. Amma sonra nə oldu? 800 milyar dolar ki, sordu elədi. Sonra da göstərdilər televizyonlarda ki, bu gedib həyətində tərətüzə əkir, ondan sonra turpənə əkir, filan elə ondan yer. Əhmədinəcad. Və Bakıya gəldi bir haykü ilə ki, çəkilin də Əhmədinəcad gəlir. Əhmədinəcad ki, deyildi ki, Holokaust yalandır, bu Yahudiləri bir tövlükdə qırmaqla, Yahudini deyir, amma İsrail dövlətini demir. İndi haradadır Əhmədinəcad? O haykü ilə Bakıya getmək, ondan filan. O özü terroristdir. Hə? Əhmədinəcad. Sonrasından kim? Ondan öncə kim gəldi? Rəfsəncanı gəldi. Nə oldu Rəfsəncanı? Və nə oldu? Başın bastı, ben demirəm, ama qızları da deyindi qalırlar. Başın bastılar, suya getdi və filan. Yəni, və hanı Xatəmi? Xatəmiyə deydi ki, mədəniyyətləri konuşturacağım, ondan sonra çəkilin mədəniyyət gəldi. Zat da kültür demək ki, münasibətlər başlanacaq filan. Hanı Xatəmi? Gör, cıqırı çıxa bilir. Hanı demək ki, bunların baş naziri Mir Hüseyin filan. Yəni, demək ki, bir gündə qalmışdı bu rejim. Xameneinin bu günlərdə sayın Heydər bəy bir sözü var, o da nədir? Xamenei deyir ki, əvvəl deyirdi ki, hər kəs Amerika ilə danışsa şərəfi, müjdanı, izzəti yoxdur. Özəlliklə deyildi, bu Trump dövləti ilə danışmaq filandır. Bu filan kəsin cinayətkarın qatilidir filan. İndi sözünü dalıya alıb ki, heç, amma bir dənə düz söz deyir. Deyir ki, elə bilirsiniz ki, bunu İran adlanan yerdə yaşayanlara deyir, həbsə alanlara deyir. Deyir, elə bilirsiniz ki, bu günləri bu Amerika ilə danışdıq. Bir müqavilədə bağladıb. Problemlər çözüləcək, deyir, heç bir şey çözülməyəcək. Bunu Xamenei deyir. Yəni, bilir ki, bu məmləkətdə, bu millətlərin, insanların başına nə gətiriblər? 2-3 həftə bundan qabaq, yəni, adam da çıxdı, bu yandan ki, Bakıda qonaq olan, əlbəttə, bunu demək ki, söyləyib, altını çizmək lazımdır. Azərbaycan dövləti indi elə qadir dövlətdir ki, belə gücə malikdir, yeri gələndə hər kəsi çağıra bilər, qonaq eləyə bilər, Trump da gələr, adı nədir, Xi Jinping də gələ bilər və demək ki, münasibət də saxlayar, adı nədir, Netanyahu da söhbət vardır ki, Netanyahu da gələcək. Gəlir, Azərbaycan dövlətidir, azad dövlətdir və bilir neynəsin, ilişkilər necə qursun. Bizim ona sözümüz yox. Amma məsələ budur ki, keçən dəfə də bu Əhmədinacadı çağıranda elə baba burada, bu Bakı Sovetdə. Biz də etiraz elədi, bu adam terroristdir. Bu adam hər yana geçsə bu tutulacaq. Bu adam demək ki, cinayətkardır. Sağ olsunlar, demək özümüzünkilər özümüzü də tuturlar, bastırar məhkəməyə də. O da problem deyil, nə olar, qurbandır. Amma məsələ buradadır ki, cinayətkar dünyanın hər yanına geçsə cinayətkardır. Nə qədər də çıxar ki, Heydər baba qoyun quzular ot deyir. Ondan sonra deyirsən, bax, işin levini tutub. Amma bu Şeyx Nəsrullah möcüzə eləyəsi adam deyir. Nə ölü dirildər, nə kimsəyə demək ki, qorğucunu sağaldar. Elə söhbət deyir. Bunlar balavradır, boş söhbətlərdir. 200 həftə bundan qabaq iş o qədər darısqallaşmışdır ki, elə az qalırdı ki, İsrail deydi, vırıram, ondan sonra füzələr bunlar fırlatmışdı, İsrail də fırlatdı, vırdı. Belə hər bir anda Trump da hələ qızışmışdı.
Ona görə bunlar bir qorxuda idilər. Bu Pezeşkiyan da bir çıxış elədi. Dedi ki, bizim qonşularla münasibətləri düzəldək. Millətdə 30 milyard dolar İran adlanan yerdə pul var, qızıllar var. Gətirin onu qoyun qonşularla. Nə oldu indi qonşular yadınıza düşdü? Erməniyə qoşun verəndə, sərhəd boyu gətirib Azərbaycanı hədələyəndə, Bağırı Türk deyil, Azərbaycanlı deyil, Azərbaycanlıdır, Türkdür, Genəlqurmay Başqanıdır. Dedi Bakıya nə bilim 4000 dənə, 400 dənə füzə fırladarım. Gəldi burada, bu arazın qırağında dayanmışdı. Və demək ki, bizim ordumuz demək Cəbrayildə irəliləyəndə kim gəldi dayandı orada? Sənin orduları gəldi dayandı Azərbaycanın ordusunun yolunu uzaq elədi, məcbur oldu bizim ordumuz fırlanan şeydə demək ki, nə qədər gündə, neçə gündə çəkə ta erməni haqlaya bilər. Və erməniyə dəstək verirsiniz. Və bu gün indi də elə dünənlərdə danışırsan, bu adam danışır. O jurnalist də nə qədər xam olsa da o jurnalist axır gətirir söhbəti çıxardır Zəngəzura. Əlbəttə, demək ki, o suallar qabaqdan hazırlaşıb, hansı sualı verəcəksən, hansı vermir. Axır gəlir Zəngəzura çıxır. Gəlib Zəngəzura çıxacaq da, hə? Çıxdı Zəngəzura. Sən nə dedin? Dedin ki, gərəkdir iki dövlət torpaq bütövlüklərini, hər iki ölkənin torpaq bütövlüyü ondan. Hansı torpaq bütövlüyü? Sən hansı savadlı özündə həkimsən, nə pezeşkiyansan, prezidentsən. Sən bilmirsən, 2 səfər tarixi oxu da gör bu Zəngəzuru. O demək ki, sənin sevdiğin o Rusiya, o Sovet götürüb veribdi bu Erməniyə. Və bu günlərdə Azərbaycan Erməniyə nə deyir? Pul da məndən, imkan da məndən, o tayda mənəm, Naxçıvanda, o birisi tayda Türkiyədə də mənəm. Gəl yolu açaq, qoy geçsin. Amma burada təhcə erməninin demək ki, orada istəkləri yox. Başqalarının orada başqa oyunları var. Bunların da oyunları var. Niyə bu yoldan gedəcək? Bütün demək olar ki, o 5 dənə ki, bu borular gedəcək, bu xəttlər aşağıdan, yuxarıdan, heç birisi İran adlanan yerdən getmir. Onun 3-ü Azərbaycandan gedir. Gedəcək də. Hələ bu biridir. Sonrasından Azərbaycandan Zəngəzur açılanda biz haqlı, ədalət bərpa olunur, haqqına sahib olur. Erməni də buna razı olmaz. Razı olmaz erməni. Peysərindən vurar Azərbaycan dövləti, cibinə də pul qoyar, açar, pulu qoyar. Düyünləri güllədən çox pul kör eləyir, açır. Pulu verirəm də get də. Və yaxud, oturublar burada Bakıda zindanda. Məleyir, Vardaniyazad da yaddan çıxdı, bunlar getdi. Onların başına nə getirsiniz, gətirin. Putin də səsini çəkmiriz. Heç kəs. Və demirdi Rusiya vətəndaşı. Gəl də, götür. Ona görə də Azərbaycan bir mövqedə hüquq və ədalət və dayanıb burada. Amma siz, o adamın çıxışına mən baxdım. Pezeşkiyanın. Diqqətlə baxanda, cəmaat da deyir ki, demək ki, Güneylər, baxın görün də bu Heydər Baba oxuyur. Ki, Heydər Baba nə? Mənim demək ki, Azərbaycanda bu, o nəşr olunandan bəri cicəm də, xalam da, ondan Küçəbacada cəmaatda hamı oxuyur. Azərbaycanın güneyində o millət ayaqdadır, onda İsrail gün Təbrizə də bax da. Futbol bahanədir. Futbol bahanədir, Təbrizə baxırdın da, ona bax da bir. Millət azadlıq istəyir, çörək istəyir, iş istəyir, aş istəyir, dərman istəyir, əlac istəyir. Və mezadı yoxdur. Və sənin demək ki, indiyə kimin Hazreti ağzından çıxıb bir azadlıq nədir? İnsan haqları nədir? İran adlanan yerdə insanlar, qadınlar edama növbəyə dayanıblar. Nə qayırsan sən Bakıda? Sən Bakıda nə qayırsan? İsrail üçün o cəmaatın o gövdəsi, canı göydə fırlanırdı. O qadınların, o 24 dənə qadın hələ bir dənə yerdən partladıra getdi. Və demək ki, Tehrandaşları mən demirəm, dünən İsrail günü fırtana nə yarıb, onlar heç. Get demək ki, o nə deyirsən, Şahbəndər deyərdilər qabaq orada, indi deyirlər Rəzai filan. Get gör nə olubdur, gör başına nə gətirdilər. Başına nə gətirdi, hələ də dil aça bilmirsiniz. Qum şəhərindən tanınmış mallaların biri deyir ki, ya düzün deyin, ya susun. Sənin məclisində deyir ki, 3 yer və yaxud 4 yerdən bizi partladıblar, 4 yerdən. Filmlər də göstərir, hələ sən deyirsən ki, hada baxacaq da, dünənləri tapılıb sanki orada. İnsanlar mələyir və əvvəldə dediniz ki, ölən yox deyə 20 nəfər yaralanıb. 2000 nəfərə yaxın adam yaralanıb. Ondan sonra demək ki, 40 nəfər çox adam ölüb və demək ki, İran adlanan yerin istixracı, ondan sonra hər şey batıb gedibdir. Hələ getdi, oradan hər şey ondan çıxardırdınız. Ondan sonra kimi alladırdınız? Tutalım ki, o əsarəti aldığınız o millətləri, insanları allatdınız. İsraillər başını yatıb və yaxud bu Amerikalılar filanlar da sizinlə samışıq oynayır, gah qaçın, nə deyirsiniz, Omana, gah qaçın, İtaliyada görüş aparan filan, teatr çağırırsınız. Gedib üzbəyiz demək ki, Vinkafla, Stephen Vinkafla görüşür, üzbəyiz danışır 45 dəqiqə. Çıxır, nə cür müsəlmansınız siz? Gözünə baxa-baxa jurnal, millət baxı televizyon, gözünə baxa-baxa, yox, hesab olmadı, o qapıdan çıxanda, mən də bu qapıdan çıxanda bir salam verdim, 45 dəqiqə oturub, danışıbsan. Siz əsirsiz, əməllərinizin əsirisiz, tutublar 40 dəqiqdən bu batırlar, canınızı da alacaqlar. Amma faktoranı kim ödəyəcək? Trumplığı ilə deyir, mən istəmirəm adam ölə. Deyir, Romada deyirdi orada o, Papanın uzağına getmişdi. Cənazəsinə. Orada deyirdi. İstəmirəm o. Trump çıxıb deyir, adam istəmirəm ölür.
Trump düz deyir, o da Housiləri yerdən yeksan eləyir. Dünən gecə də. Yəni az zaman içində heç bir ay olmayıbdı. 180 dəfə demək ki, sən veribsən güdaza. Çəhd o adamlarını o zatdan belə silahı az verdi ora. Yəni burada siz düz buyuruyorsunuz. Paradoksal şey o qədər var ki, amma əsas nədir? Mən Güneyliyəm, mən Azərbaycan Türkiyəm. Əlbəttə ki, məni Təbriz, Ərdəbil birinci növbədə maraqlandırır. O əsarətdə olan o demək ki, Urumiyədə hələ də elə edamlar, güllələmələr işləyir. O dəfə də burada söylədim mən. Barmaq kəsmələr filan. Millət nə edəcək? Ac qalan millət nə edəcək? Gedər çörək uğurlayar da, nə edəcək? Balalarının yanına nə cür getsin? Hə? Nə edəcək? Özdə bir ölkədə ki, malla da, nazir də, başda da hamısı oğrusuz. Hamısı oğrudular. Həm işgəncəcərsiniz. Və bu günləri də İran adlanan yerdə birinci biləsiniz Sayın Heydər bəy. Birinci biləsiniz kimlər sokaqlarda, küçələrdədirlər. Və illərdir, kimlərdir? Pensionerlər, yaşlılar, bütün şəhərlərdə, amma bütün şəhərlərdə, Ərdəbildə də, Təbrizdə də, Tehranda da. Ən murdarlığı budur ki, bəlli olub ki, indi Təbrizdə ki, demək ki, onlara maaş veriblər işçilərə, bəzi zavodlarda, Tehrandan 3 dəfə azdır Təbrizdəki fəhlərin maaşı. Hadi siz gülərsiniz, siz necə yəni, vətəndaş deyirlər, İranlı bilə, deyirsə, bunlar xaric deyə söhbətdir. Məsələ budur, sən hansı dövləti, hansı millətləri təmsil edirsən? Sən özünə müştəbə olub ki, sənə prezident deyirlər. Ələ salırlar səni. Sən elə cəsarətə, elə iqtidara, elə gücə malik deyilsən. Nə eləyəcəksən? Astarada bizim dəmir yolu açacaqsan, elə gedirik oradan hər dəfə bu taydan baxanda o gözəlliyi Azərbaycan yaradıb, hazır. Ged aç da. Və nə bilmirsiniz? Aç da deyil. Urumiyə gölündən getdin demək ki, Təbrizdə, Urumiyədə millət ayağa qaldı, o Kürt teröristlərin ağzına şapadı. Nə elə bilmir Pezişkan bunları? Açaq, çarədir. İstəmir yoxsa gücü mü yoxdur? Çarədir, nə güc, nə güc, nə filan. Pezişkan ümumiyyətlə sizcə bunları istəyirmi? Ya da istəyir, gücü çatmır? İstəyir, edə bilmir, yoxsa istəmir? Sizcə necədir? Gücü mü çatmır? 45 il Heydər bəy, 45 il əgər mən duram bir terörist rejimə, bir cinayətkar rejimə, işgəncəgər rejimə xidmət eləyəm, onun məmuru olam. İran adlanan yerdə seçkilər var. Nəzir olub sən demək ki, 5-6 dəfə milləti, hansı millətin vəkili seçildin? Hə? Sən o demək ki, yumuşaq damarı tapsan, sənin qulağıva deyənlər deyib ki, Bakıda bilirsən, Şəhriyarın Heydər babasını tapıbsan onu. Boşluq tapanda mesajı atırsan. Heydər baba qoyun, deyirsən ki, gör bizi nə günə salıblar, uşaqları yığırsan dumanlı dağda, bizi nə günə salıblar. Və kim salıbdır? 45 il siz, 57 ildə obrisiyon haramzadalar. 100 ildir bu Azərbaycanın və bu İran adlanan yerdə bütün millətlərin başına qonduz, məhv eləyibsiniz siz. Sən eləyibsən. Və bu obrisilər ki, cinayətkardılar, sən də bu dəfə ən irticacı, Sayın Heydər bəy. Biz Azərbaycanda bu millətin, bu cumhuriyyətin, bu dövlətçiliyin və bu millətin alnı açıqdır. Həmişə biz deyirik ki, biz irticacılığa, mühümatçılığa və fanatismə qarşıyıq bu dövlətçinin təməlini qoyanlar deyir. Öyle bir dünyada o tərəfə gedir. Amma sən gedibsən ki, mən irticacılığa, mühümatçılığa demək ki, hizmət və demək ki, işin nə mənədir? Gətirirsən demək Məhərrəmdə kitlənin, yəni kitlə edilmiş millətlərin dada çıxır. O baxın, prezident də sinə vurur, prezident yaldı gedir filan. Sən yaldı getməyəcək, gədə toylarda getməyəcək, orada gedəsən yalandan zəncir vurur, səkirində prezident. Hə? Demək ki, sən bir dəni alladırsan. Bir də demək ki, onunla su istifadə edirsən. Hələ o tərəf bəs deyir, deyir ki, Əla Həzrətə o tərəf bəs deyirmiş. İndi arası bu tərəfilə də demək ki, o demək, yəni bu məsələdən, həm Heydər babadan, həm dindən, məzhəbdən bunlar su istifadə edirlər. Və gəlib ki, bu günləri burada demək ki, vədələr verir. Nə icra edəcəksən? Hardan icra edəcəksən? Sən ki, İran adlanan yerdə zəhmət çəkin, bir gün televizyona baxın da, Sayın Heydər bəy. Orada adam hər gün, bu adam. Çıxır televizyondan deyir, hər şeyə əl atırıq, görük durmur da. Ay qoymurlar da, eləmirlər. Qaz yox, qaz yox. İstəyirsiniz ki, Azərbaycandan neyniyəsiz? İstəyirsiniz ki, Rusla əlbir olasınız. Azərbaycan bütün o boruları, tanafın filan qaz etməsin. Siz ən yaxşı halda hələ əgər normal olsa, Azərbaycanın istixrac etdiyi neftə, qaza filana buna qarşısınız. Bu şey etməsin Azərbaycandan. Ona görə də bu günləri deyirsən ki, Azərbaycanda demək ki, yollar açılmalıdır, gəlsinlər, geçsinlər filan. Kim istəmir bunu? Bizim də tayfa tabaq, mənim millətim də bütün Azərbaycan. Kim istəmir? O Türkiyədə o yollar, o demək ki, Gürcistana da yollar, Dağıstana tərəfdə o yollar, bilirsiz niyə bağlarım? Sənin teröristlərinin ucubatından, sənin demək ki, qaçaq malların, silah, teriyək, ondan sonra şüşə, min cürə koptaqan gətirdiniz, Suriyadan gətirirdiniz. Ona görə bu yollar bağlıdır. Məhv eləyibsiz Azərbaycanı. Didişir Azərbaycanda dövlət, mühafizə orqanları didişir. Ona və terrorizmdə də başlasınız. Sonra da istəyirsən sən atmaca atırsan ki filan. Sən bir dənə, mən o xanıma hörmətim çoxa bilmirəm ki, jurnalistdir.
Sən bir dənə xam uşağı tapıbsan zaduat, ondan sonra bir dənə də Şəhriyardan oxuram da, xumarladım. Triyek düzəldirsən, az triyek yolun hepsində bu yoldan girirsiniz, su istifadə edirsən. Mən dedim bir dənə də Şəhriyardan oxuram da, bir də bəh Şəhriyardan oxudu. Deysən mən də açım oxuyayım, belə onda belə xoş səsinlə də oxuyayım ki, deysən əlim yatım qulağım dilinə oxuyayım. Hə? Kim oxumur Azərbaycanda, bizdə dağlarda, güneydə, çobanlar da onu oxuyur, gözəl səsinlə. Sazı bağrında basar, uzat da oxuyur, gözəl səsinlə. Hə? Amma sən bunu millətləri, insanları və o qədər ədəbsizdir ki, dövlətləri istəyirsən etkiləyəsən o Şəhriyarla. Onun ruhu axır-axırdakı şeirinə də baxır. Allah, barilaha, bu şeytanlardan bizi qutarmalılar deyil. Şəhriyar oxuna deyil. Kimsən oxuyur? Hə? Oxumazsan, ona görə də sən bu gün də bəyəxsiz düz buyurdunuz. O da nədir? Deyirsən ki, doğrudan da bunda demək ki, bir damca, bir damla, bunda sədaqət varmı? Yox, yoxdur. Yox, yoxdur. Əlbəttə Azərbaycan prezidenti dövlət başçısıdır, ondan sonra çağıracaq, qarşılayacaq da, xoşda gəlibsən bizimkidə gedəndə oradı filan, protokol var filan, var filan. Amma məsələ budur, nə oldu ki, elə səni orada atdılar ki, o gecədə elə prezident zəng açdı sənə. Başladın farsça danışmağa, filan filan, tərcüməçi, filan filan. Olsaydı sən də, heç olmasa. İndi deyəndə də bir də zadına deyir. Prezident Heydər Əliyev də gedib oturmuşdu orada, dedi ki, nə tərcüməçi, nə filan, özümüz danışan, nə Rusa, biz müstəqil Azərbaycan. Bət deyilin, nə orada cənab Prezident İlham Əliyev? Heç tərcüməçi zat lazımdır, qardaş. Bizim özünə Heydər Baba deyilsən bir yandan, Şəhriyar deyilsən bir yandan demək ki, cəsarətin varı danışırdı. Gör, sənin qaydanda qulağı çəkib hara çıxardacaqdılar. Necə ki, o keçən dəfə mədəniyyət günündə, kültür günündə Tehranda, Təbrizin kültür günündə, Tehranda istədi şöyle gəldi, bir dənə məmur cığazı, gəldi belə də oxumadı, bu zadır. Nə vardı, bir dənə şeirdi də. Hə? Və bir də bir şey var, 45 ildə sən Azərbaycanın milli hərəkatındakı o boyda hərəkat var, istiqlal uğrunda, azadlıq uğrunda, bağımsızlıq uğrunda, özdə çeşidli hərəkat var da. Sən haradaydın, amma sən bilirsən nə qaydın, yalandan gəldiniz ki, İran adlanan yerdə o zamanda bir baraj yaradasız, sonrasından gəldiniz dediniz ki, fraksiya yaradaq, İran adlanan məclis, sən də məclisdeydin. Hamı da gəldi yazır 100 nəfərlə, sonra nə oldu, sən çıxdın dedin ki, ağa demişdi yaradın, ağa demişdi bağladıq. Nə var gedirsə o becanələrin bayrağını, Azərbaycan bayrağı, gözün kör olsun, İsrağa gündəki nə də demək ki, o meydanda, futbol meydanda mübarək Azərbaycan bayrağı açıldı. Hər kəsin əlində tutsaz elə demək ki, həm zindan, çörəyini də kəsəcəksiniz, abırsız da edəcəksiniz, zindana basacaqsınız. Niyə Azərbaycan bayrağı var? Özünlə, mediasında, hər yanda deyirlər. Nə olub bu Azərbaycanda? Futbol olur, ondan sonra hamı gələ orada İran bayrağı çıxarda. Bunlar gedirlər orada Azərbaycandan Türkiyə bayrağı çıxardır. Onlar pılzad almırlar, onlar təşviqat almır. Ürəkdən gəlir o Azərbaycan bayrağını çıxarır. Bilir Azərbaycanlıdır, bilir Türkdür və bu dövlətə inanır, sənə inanmır. Gedin demək ki, sən Təbrizdə seçildiyinə deysən seçilmişəm. Ben o Xameneyinin sözünə inaraq, dedi ki, Həzrət Abbas Andu'a inaraq ya qoltuğundakı o xoruza. Xameney çıx dedi ki, gəlmədi. Bu təzəlik deyil Xameney. Səs vermədi, gəlmədi cəmaatda. Sən özün də çıxdın dedin ki, məni qoyardılar prezident olam. Niyə keçən dəfədə sən necə onaylamadılar? Bu dəfə niyə? İndi hamı danışır da, sən niyə gətirdilər? Yalandan da o cəlilini, bir dənə cəlili var. Dedilər, cəlili gələr, hux. Nə hukuk olacaq? O da adam yiyəndi, sən də adam yiyəsən. Nə fərq eləyəcək? Cəlli gəlsəydi, demək ki, az öldürəcək. Siz bilirsiniz ki, bu rejim gələndən sonra o birisi rejim, şah rejimi qanisən idi, adam yiyən idi. 30 min Azərbaycanlı bir gündə öldürübdü. Elə bilirsiniz ki, demək ki, o qanisən idi. Bunlar amba 10 minlərcə, 100 minlərcə İran adlanan yerdə adam öldürüblər bunlar. Əjdər bəy, çox az bir vaxtımız qalıb, ona görə sizə... Mən bir dənə şey söyleyeyim ona görə. Fəqət bir şey söyleyeyim. Əgər kişisənsə, oradan gücün çatırsan. Sabah Təbrizdə bir dənə sorğu. Referendum da demirəm, sorğu. Gör İlham Əliyevin reytingi səndən çoxdur, ya sənin reytingin. Hə? Öyle də deyil. Sabah deyir ki, zaman normalda dünyada hər yanda var da, bir dənə yoxlama, hər yanda var. Bir də günlərdə Kanadada seçkilər gedir. Bir dənə yoxlama, soruşun. Görün Azərbaycan deyirəm, Təbrizdə, Ərdəbildə, Urumiyədə. Soruşursun ki, İlham Əliyevi çox istəyirsiniz filanı. Deyirlər ki, qalib adamdır, Qarabağı al. Solu keçməyə ehtiyac yoxdur, nədən bəlidir o? Yox da, məsələ, demirsən deyirsən, mənim orada gəlmişəm. Onda gör nə olacaq? Heç o sözü ağzına gətirə bilməzsən. Amma gəlibsən burada, ay gəlmişəm Qarabağdan bizə pay verin. Sən Qarabağda üzüm var, sən pay verirlər sənə. Mescidləri at qatır yuva eləmişdir, donuz bağlı sən kömək eləmişdin. Triyeci, heroini doldurmuşdur orada silah. Mən demirəm, bunu Ruslar deyirdilər. Rusun da müdafiə naziri. Doldurmuş sonra indi gəlibsən desən Qarabağda məni şərik elə, gəlim orada düzəldim. Qarabağ sən gec gəlibsən. Qarabağ abad oldu. Xankəndi düyünlər demək ki, hamı oradadır. Şah abad olubdur. Gedibdir. Bəli, buyuruz.